Baxırsan ki, bir tələbədir, kiminsə tövsiyəsilə universitetə daxil olub, valideyninmi, qohum-əqrəbasınınmı və sevdiyi ixtisas deyil, marağını da çəkmir. Baxırsan ki, universitetdə oxuduğu dönəmdə başqa bir istiqamətə də yönəlmir. Elə fikrində odur ki, mən bu ixtisasa daxil olmuşamsa, elə bu ixtisasda da gedib işləməliyəm. Əhvalat düşdü yadıma. Deməli 8-ci sinifdə mənə bir köynək hədiyyə eləmişdilər. Bizə bu köynək də çox böyük idi. Nəsə fikirləşirdim ki, bu köynək geyinmək lazımdır deyə. Nəsə universitetin 4-cü kursunda oxuyuram. Nəsə bu köynəyi geyindim, hələ də biraz da boş idi. Yəni, nəsə amma elə bil dirəşmişdim ki, o köynəyi geyinəm də. Elə yaxşı da bir köynək deyil idi, amma almışdılar deyənə geyinmək lazımdır deyə düşünürdüm. Başa düşdüm ki, həmin vaxtı e, sənə bir şey veriblərsə, ya sən bir şey yaşamısansa, ehtiyac yoxdur ki, bunu axıra qədər də yaşayasan. Həmişə tələbələrə deyirəm ki, əgər sən bu ixtisasa daxil olmusansa, o demək deyil ki, sən bunu geyinməlisən. Sən bunu belində daşımalısan. Yəni artıq oldu və bitdi də. Sən artıq yeni bir istiqamətə keçməlisən. Əmək bazarında özünə uyğun, öz maraq və bacarığına uyğun, aktual olan bir peşəyə, istiqamətə, sahəyə keçid eləməlisən. Bax bu zaman artıq insanlar o uğur addımını atmış olur. Yəni uğura doğru addımını atmış olur və nəticədə gəlir öz sahəsində marağı, bacarığı da uyğun deyil, sahəsində peşəkar olur.